danışdıq. Register logindən danışdıq. Necə register olurlar? MongoDB-də necə yaranır bu? Login necə olurlar? Bunlara baxsaq, həm də backenddə proseslər necə baş verir? Siz register eləyəndə nələr olur? Hamısını tutmuş olacaqsınız. İndi hal-hazırda bizdə nə var? Register var. O da işləmir. Çünki yəqin ki, onu qaytarmırıq. Index.js-imizə gələk. User root, registeri qaytarır, ECS-i, bu da belə. Okey. Hə, run eləməmişik də, hara qaytarsın. Transkript eləyirik. Aha, deməli qalxdı. Problem varmı? Problem görsənir ki, yox. Navigate to users 3000. Gəlirik, terminaldan bunun hamısını dayandırırıq. Bu komandı görün, bu komand nədir? Əgər hər hansı bir prosesiniz varsa, kill all node deyirsiniz, bütün prosesləri öldürür. Təzədən gəlirəm, bunu qaldırıram. Mən də o. Niyə? Register. Users. Users register. Okey, tamam. Problemimiz nədir? Navigate to users eləyəndə, baxın, səhv vermiş routu. Bunu nə etmək lazımdır? Bir dənə də bunun arxasına bunu atıram. Və təzədən refresh veririk səhifəmizə, indeksimizə gəlib düşsün. Aha, navigate to users artıq bu düz işləyir. Okey. Deməli, biz o vaxtı API ilə delete, putdu, postdu, bunlara baxdıq. İndi MongoDB-miz qoşulur. MongoDB-miz qoşuldusa, həmin o yazdıqlarımızı MongoDB-nə yazaq. MongoDB-yə artıq əlavə eləyəsiniz. Artıq MongoDB-yə nələrsə əlavə etmişik. Sonra register olanda getdik MongoDB-də user'ı yaratdıq. Bunları elədik. İndi nə etməliyik? İndi gəlib bu prosesləri yazmalıyıq. Nə edəcəm? MongoDB-də postlar adında bir şey yaradacağım. Yəni bizim bir dənə səhifəmiz olacaq. Orada biz postlarımızı görəcəyik və postun kradını yazacağıq. Post yaradacağıq, postu siləcəyik, tamam? Gəlirəm ən birinci, nə edirəm? Post modelimi yaradıram. New file deyirəm, post model TS. Okay. Bunu hələ ki bağlı. Hələ preview işimiz yoxdur. Tamam? Import edirəm Mongo'su. Aha, okey. İndi şemamı yaradıram. Bax, bunu biz yazanda indi MongoDB-ni yazanda görəcəksiniz də. MongoDB-də post adında table yaranır. Post şema. New mongoose.şema. Hətta layihə götürsəz, məncə, götürün şeyi də, backend-də özünüz yazın. Yəni, orada best practice falan şey eləməyəcəksiniz, amma biləcəksiniz ki, nə baş verir. Type-ı nədir? Type verir, bildiyiniz stringdir. Sonra deyirəm ki, mütləq olmalıdır. Required true. Bunu yazıq. Daha sonra gəlirəm content-ə. Bizim postlarımız necə olur? Məsələn, post oxuyursunuz, Instagramda oxuyursunuz və yaxud başqa yerdə oxuyursunuz. Content olur, title olur. Bu postu kim yazıb? Bunu görürsünüz. Content olması, content caption. Hə, caption. Required olmalıdır ki, biz bilək ki, bu nə post elə content şeyləri də daşıyır özündə. Bir də author yazıram, author. Burada deyirəm type. Author'un type'ı nədir? Burada Mongoose şemadan object ID-ni götürürəm. Və gəlib deyirəm ki, reflə, bax, uşaqlar, bu nə deməkdir? Bu database relation deməkdir. Belə bir qısa belə deyək də, başa düşməyiniz üçün. Bina aza girirsiniz də. Gəlin bir dənə binaza girək.
Bina azda, bax bunun üstünə klik eləyəndə nə baş verəcək? Bunun mənə detallı məlumatlarını çıxardacaq da, düzdürmü? Bax, bunun bax bu məlumatların saxlanıldığı table başqadır. Bunu klik edirəm, bunun saxlanıldığı table başqadır. Yaxşı, bununla o necə qoşulur? Hərəsi öz table'ında, hərəsi, bax bu da öz table'ında, bunun detallı mənim table'ında ID saxlayır. Yəni, bu özlüyündə bu məlumatın ID-sini saxlayır. Və mən ona klik eləyəndə həmən ID-yə uyğun backend request atıram. O da başa düşür ki, mənə bunu qaytarmalıdır. Bax, bu da indi odur. Refuse deyirəm, yəni user adında bir dənə table-a relation qururam. Require true. Bunu yazdıq. Okay. Sonra deyirəm export default mongoose. Bax, bunu deyirəm, bu artıq gəlir post yaratdı. Всё. MongoDB-də bunu yaratdı. Post shell. Okay. Nə olur? Niyə bir dənə özünə gəlsin? Okay, özünə gəldi. Bu özünə gəldisə, gəlirəm. Bir dənə, bu niyə part deyir? Aus roots. Router post, routerları biz eləmişik. Use eləmişik, error handler, user roots, okay, home roots. Nəsə bək, buradan nəsə partladır bunları bəkə. Async. Home model nədir? Bu, niyə buradan gedib götürür onu? Heç asynkron eləməyə ehtiyac yoxdur, datamız var. Index, views, public, config, hər şey düzdür. Register, request, salam. Sağ ol sən. Aha, bunları da silək. Bunları da silirik. Görək yenə nə problem bizə verir. Yenə bir problem. Yaxşı, indi biz modelimizi yazaq. Sonra baxarıq ki, bizim problemimiz nədir? Gəlirəm nəyə? MongoDB-yə. Tamam, biz artıq MongoDB-yə bilməm baxmışıq. Bizim artıq MongoDB-də hesabımız da var. Orada cədvəli də yaratmışıq. İndi ora girməyə çalışıram. Hələ nəyə baxmamısan? Hə, girməmisən. Okay. Next-ə bir dənə proyekt yaz, düzələcək. Niyə React yazırsansa Next yazmalısın da. Folder, bir dənə folder'ı tut ki, root'un məli folderdadır. Füsiyada ondan başla yazmağa getsin. Mehdi, bizə nə idi mail? Mehdi 177. Yox, Mehdi Rəfiyev 177 @gmail.com. Aha, bunu yazdım. Next. Password da Turing Academy'də deyəsən. Turing Academy 177, düzdürmü? Deyəsən. Aha, deməli MongoDB setup now enable. Hələ remind me later eləyirəm. Baxırıq MongoDB-də bizim nə? Biz keçən dəfə user'ı yaratdıq. User yaratdıq, indi ona baxaq görək. Məlumatlarımıza baxaq. Users'ımız var. Özüm ID yaratmışam. Bu password zad məsələsinə rekorda baxarsınız. Qoymuşam export olur. Bir də blocks var. İndi məndə kodumda dəyişiklik eləyəcəm. Bura gəlib düşəcək post. Bax, bu users görürsünüz ha. İndi siz burada ancaq obyekt görürsünüz, düzdürmü? Baxın. Bax, buraya table kimi baxın.
İndi bu SQL-dır, MongoDB. Amma SQL görəndə database daha yaxşı adama çatır. Birbaşa table kimi görürsən. Tutursan ki, tema nədir? Okay. İndi gələk, Mehdi görürsən də. İndi gələk post modelimizə. Burada başlayaq işimizi görməyə. Mən bunu yazdım. Okay. Əgər modelimi yazdımsa, gəlirəm bir dənə kontrollerimi də başlayıram yazmağa. Modelimi də başlayıram yazmağa. Bununla bildirirəm ki, MongoDB-də table'ımın kolumları, bax beləcə də başa düşün, table'ın kolumları budur. Okay? Sanırım. İndi gəlirəm kontrolleri yaradıram. Kontroller nedir? Post kontroller yazıram. Post kontroller. TS. Kontrollerdə də biz nə işi görürdük? Business logic'ı handle edirdik, düzdürmü? Gəlirik, yazırıq. Import, post. Postu götürürəm, modelimi götürürəm. Çünki həmən modelimlə MongoDB-yə qoşulacam. Deməli, çox getdim. Yox. Hardasan? Models. Block model, post model. Okay. Bunu yazdım. Okay, gözəl. İndi nə etməliyəm? Gəlirəm, CRUD yazacağam. CRUD da nədir? Create, read, update, delete. Bəli. Bunun artıq böyük şeylə yazırıq. MongoDB ilə yazırıq. Tamam? Okay. Keçən dəfə login register'ı yazdıq. Login göstərmədi, register. Register'ı göstərdim. Yaxşı login access göstərəm. İndi də adı nədir? Post yazırıq. Delete eləyəcəyik. Tamam. Yazıram export const. Birinci bir dənə API. Hələ ki burada bu API deyil, amma bunu API kimi də çıxarda bilərik. Sadəcə biz MVC-dir. Get post deyirəm. Get post metodu nə edəcək? Request, response, gəlirəm metodu. Yəni gedib olan bütün postları qaytaracaq. Düzdürmü? Razı. Gəlirik try catch blokunu açırıq. Niyə? Çünki biz MongoDB-yə request göndərəcəyik. Bu da bizim funksionu partlada bilər. Ona görə mütləq try catch blokundan istifadə edirəm. Deyirəm const, response. MongoDB-dən məlumatlarımın hamısını gətirmək istəyirəmsə, nə edirəm? Post find yazıram. Find nə edir? Gedir MongoDB-də nə varsa, məsələn, Blocksda neçə məlumatım var? Blocksda 2 dənə məlumatım var. Yəni bir array içində 2 obyektim var. Mən find desəm hamısını gətirəcək. Find by ID desəm və ID-ni göndərsəm immununu gətirəcək. Bunu artıq search-lə yazmalısınız. O metodları tapmaq üçün. Məsələn, MongoDB-dən filan şeyi necə gətirə bilərəm? Tamam. Find deyirəm. Sonra response render eləyirəm. Və burada da başlayıram view-mu yazmağa. Post view-su var. İndi view-muz hal-hazırda yoxdur. Onu yazacağıq. Və burada göndərirəm. Post res. Niyə? Evet, 25 min, evet. Okey, nəsə, bu niyə belə res? Cons, res, render niyə belə eləyir ki? Yaxşı. Heç nə, sonra əgər error varsa, götürürəm, nə edirəm? Statusu qaytarıram 500. JSON, message, message-ə nəyə göndərim? Error-u göndərim. Okey, bu get postum oldu, düzdür mənə? Bu get postum oldu. Gəlirəm indi mütləq şəkildə post view-nu yazıram. New file, post, AGC. Gəlirəm buradan bir yerdən bir dənə 10 blok kopyalayıram. Post. Bunu silirik. Deməli, mən nə göndərirəm? Title göndərmirəm. Title ilə burada statik yazacağam. Post. Nə gələcək mənə? Necə göndərirəm onu?
nə adı altında göndərirəm? Post. Post istəyək hətta. Post. 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 Gəlirəm buradan postu for each eləyirəm. Sonra deyirəm ki, bu postdur. Postda bizdə nə var idi? Title var idi, author var idi, content da var idi. Düzdürmü? Hamısı var idi. Okay, bunları da yazdıq. Eyni adlı qoymuşam axı post. Okay, tamam. Bunu da nə edir? Getdi, bütün MongoDB-dəki postlara aid olan bir şeyləri gətirdi. Yaxşı, indi keçirəm nəyə? By ID, yəni ID ilə gedib tapmağa. Export const get post by ID, yəni sırf bir post istəyirəm. Bu yuxarıdakı hamısını gətirirdisə, mən burada nə lazımdır mənə? Yalnız biri lazımdır. Yenə try catch blokunu açıram. Deyirəm ki, const post. Əslində buradan bir dənə belə bir şey eləyək də. Const ID dondu. Const ID request yox, body'dən gəlməyəcək mənə, paramsdan gələcək. Params, nöqtə, belə eləyək. Niyə? Özünə gəldi. Buyur. Yox. Ha. Okay, bunu gəl, hə, okay. Deməli, const post nə edirəm? Await eləyirəm. Post find by ID deyilən bir metod var. Bundan ID-ni göndərirəm bura. Artıq bu nə edəcək? Gedib mənə həmən məlumatı gətirmiş olacaq. Sonra, əgər elə bir məlumat yoxdursa, post nə? Response status 500 JSON message post not found 400 atmaq var əslində. Və buradan da gəlirəm response status 500. Buradan da artıq mesajımızı qaytarırıq erroru. Bu da mənim get post ID-im. İndi nə edirəm? By ID-yə görə yazmışam. İndi getməliyəm, postu create eləməliyəm. Elə bu postu create eləyək, oradan da gedib UI-dan ataq. Export const nə edirəm? Create post. Aha. Yenə bir asinkron əməliyyatdır. Request response. Nə edirəm? Yenə try catch bloku mütləqdir. Gəlirəm. Post nə edirəm? Const. Body'dən götürəcəm nəyi? Title, content, author. Düzdürmü? Bunları götürəcəm. Nədən? Request body'dən götürəcəm. Front mənə atanda bunları verir də mənə. Və gəlirəm, nə edirəm? Await edirəm postu. Və nöqtə qoyuruq. Buradan artıq bu delete menu nə idi bu? Create-i götürürəm. Hətta uşaqlar request body-ni ilə atıram birbaşa bura. Ehtiyac yoxdur bunu distract eləməyə. Okay. Bunu eləyirəm. Create post. Bunu da elədik. Və gəlirəm artıq. Burada da gəlirəm bir dənə response status 500 JSON message error. Bunu da bura atdım. İndi gəlirik root-u yazırıq. Bu nədir? Biz kontrollerimizdə logiklərimizi handle elədik. Gəlirəm indi rootlara.
rootlarla bunlarla danışmalıyam da hansı rootda nə baş versin. Düzdürmü? Create response status, post create rec body. Okay. Gələk blog routerına, bunu götürürəm. Atırıq. Bir dənə buradan root yaradıram. Post router ts. Aha, bunu kopyalayıb atıram bura. Mənə bu lazım deyil. Mənə artıq post controller lazımdır. Buradan da nəyə gedirəm? Get all posts. Post controller'da nə yazmışam? Get post prost. Get post lazımdır. Get post. Get post. Aus middleware ehtiyacı yoxdur. Sadəcə bütün postları görməyə istəyir. Okay. Bunu da belə. Get post'a gedirik. Bunları gətirdi. Okay. İndi hal-hazırda gedirəm MongoDB-yə. Bir dənə baxım görüm MongoDB-də nə var, nə yox. Bir dənə refresh ataq. Nasıl burada problem var? Gələk. Index TS-imizə. TS-də rootlar var. Görün burada part yerə nəsə. As root burada düzdür. Home root düzdür. User root static encoded users. Yaxşı, bunu da bağladım. Bunu da bağlayaq. Bir error handle partladır buna. Yox. Aha, demək bunu. Okay, user root yəqin ki partladırmış. Nəysə, baxarıq ona. İndi gəlirəm MongoDB uşaqlar. Bir dənə refresh atıram. Okay, gələk create yazaq, ondan sonra düşəcək. Hardan düşsünəsə onu işlətmir yaxı biz. Nə edirəm? App.use roota bildirirəm ki, post səhifəsinə getdikdə, yəni rootda post olanda get nəyə çağır? Post routerə çağır, post rootsu çağır. Post rootsunda yazıq bayaq, get post deyir. Deməli, gəlirəm onu nə etməliyəm? Import eləməliyəm. Import post roots from roots post root. Bunları da hamısını çəkirik. Okay. Post router'da bunu yazıram. Router.get'də necə bilirdik API-dan? Paramızı necə yazırdıq? Belə. Bəli, oradan da necə yazırdıq? Get post by id. Artıq API-də biz nə edirdik? Bir səhifənin içindəcə bura metodu basırdıq da. Elə buradakı metodu çıxartdım şeyə. Ayrı bir şeyə çıxartdım. Yəni normalda nəyə qaytarırdıq? Biz bu hissəni qaytarırdıq da, onun içindəcə yazırdıq. İndi isə bunu çıxartdıq ayrıca bu hissəyə. Deməli by id-ni elədik. Bizə lazım olacaq router post. Postda mənə nə gəlir? Postda mənə ID gəlməyəcək. Okay. Create post. Aha. Create post. Amma create post eləyəndə bizə forum lazım olacaq ki, geçsin orada postu create eləsin. Düzdürmü? Ona görə gəlirik bir dənə də create AJS-i yaradırıq. Create AJS-i yaradıram. Register-dakini götürüb basıram bura. Dəyişirəm buranı. Name eləyirəm title. Name eləyirəm author. Bunu da hamısını eləyirəm text. Action-da olanda register-a yox. Password niyə gedib? Title, author, content. Bunları da yazırıq. Bu da yazır submit post. Bunu da yazdıq. Post create. Yəni
bizim create rutumuza gedəndə istifadəçi bizim bu UI-ımız render olmalıdır. Onu necə handle eləyəcəyik? Heç nə. Deyirəm ki, create-ə gedəndə create post işə düşsün, create post. Create postu dəyişdirirəm məntiqini, eləyirəm nə? Response render create. View-nu sadəcə qaytarıram. Heç nə eləmirəm. Okay? Bir dənə view-nu qaytarıram. Create postda da heç nə gedəcək, sonra bunu da götürürəm buradan. Okay. Create postda gəlib postu eləyəndə buradakı gedən hissədə bunu yaratmalıyam. Create post. Bunu yaradıram. Bu rutu gətirib artıq buradan vururam. Create post. Artıq burada logiki yazıram. Yaratmağı burada yazıram. Export const create post. Nə deyək buna? Create post. Create post. Created yazaq da. Nə yazaq? Created post. Async request response və burada artıq try catch bloku və nə edirəm? Distract edirəm. Const nələr gələcək mənə? Title, content, author, haradan göndəriləcək? Formu submit eləyəndə hara düşür bu? Request body'yə düşür. Distract edirəm hamısına. Bir dənə 2 dəqiqəlik bir dənə break verək gələm.